Qızın etirazlarından biri də oydu ki, bəs həcca gedənlər pul verir, gedir. Ərəblər də həmin pulu götürür, gəlib burada pis işlərlə məşğul olur. Orada daşlar pulla satılır, bəs şeytana daş atmaq üçün orada yeni bir yer tikiblər. Belə boş-boş absurd söhbətlər, yeri olmayan, mənasız söhbətlər idi. Çünki o pulu təyin edən Saudiya dövlətidir. İki dövlət arasında təyin olunur o. Yəni bunun dinlə əlaqəsi yoxdur. Ya da ki, ərəbin gəlib burada nəsə bir iş görməyinin dinlə heç bir əlaqəsi yoxdur. Gəlib o işi görən ərəb səndən fərqlənmir. O da sənin kimi yolunu azmış birisidir. Heç bir normal müsəlman gəlib bu hərəkəti eləməz o. Aydın məsələdir. Özdə harada yazılıb ki, həc pulmandır, ya daş pulmandır. Özdə orada daş satılmır, yalandır. Dəfələrlə bunu deyiblər ki, həccə gedənlər, orada daş satılmır, yalan sözdür. Hamısı boş ittihamlardır da, yəni mənası olmayan boş ittihamlar. İttihamın biri də bu idi ki, güya ki İbrahim Əleyhisselam bacısı ilə evlənir. Əslində o yalandır. Sadəcə İbrahim Əleyhisselamın vaxtında yəni hökmdar kimliyi yoldaşı ilə tutdusa, əsgərləri, qoşunu, hökmdarın, onu yoldaşını aparırdı, indi demək də olmur da, yəni yoldaşın əlindən alırdı, aparıb istismar edirlər, nə bilim, təcavüz edirlər, nə deyim bilməm. İbrahim Əleyhisselam da tutanda, yolda saxlayanda, belə deyim, həmin hökmdarın qoşunu deyim, əskəri deyim, nə bilim, nəyi deyim. İbrahim Əleyhisselam o kəlməni işlədib, deyir ki, bacım, bu yolla onlardan xilas olur. Yalan danışmır, dolayı yolla bəli, o mənadadır. Çünki hamımız Adəm Əleyhisselamın zürriyyətindən gəlmişik. Dolayı yolla o mənadır. Ona görə bu adamlar da görünür ki, bunlara heç bir məsələ aydın olmayıb. Sadəcə elə nə görürlər, tez bayraq eləyib onu hücuma keçirlər. Yəni heç bir məsələ bunlar üçün aydın olmayıb da. Zaten aydın olsaydı bunlar doğru yolda olardılar da. Yolların azıblar demək aydın deyildi. Digər bir ittiham da oydu ki, Peyğəmbərimiz az yaşlı ilə evlənir. Bu məsələyə də aydınlıq gətirmək lazım ki, Ərəbistan bildiyiniz kimi isti yerdir. Orada inkişaf daha tez gedir. Bu bir. İkincisi də ki,
Yəni belə deyim də, Peyğəmbərimiz Ayşə anamızla evlənəndə sallallahu aleyhi və səlləm, Ayşə anamız uşaq deyildi. Yəni onlar iddia edir, yalan iddialardır, hamısı yalan. Peyğəmbərə ki o iftiraları atırlar, yazıqlar olsun. Səhər nə cavab verəcəklər? Həm də bilirsiniz, məsələ necədir? Allah hədd qoyub da, məsəl üçün, qadınla ilk ay başından artıq o onu göstərir ki, yəni bunun orqanizmisi ana olmağa hazırdır. Kişidə də buluq, həddi buluq yaşları var da, özünüz bilirsiniz ki, yəni bədəndə tük çıxmağı, saçın qalınlaşmağı və s. Anatomiyadan yəqin ki, keçmişsiniz. Xəbər var hamının. Bu da həddi buluq sayılır dində. Yəni ona artıq cəza düşür da. Hər hansı bir etdiyi əmələ görə cəza düşür. Həddi buluq yaşıdır. O yaşda artıq insan məsuliyyət daşıyır. Etdiyi əmələ məsuldur, yəni cavabdehdir. Amma mən bu məsələləri o qızla danışa bilmədim. Danışa bilməsəm də bu dediklərimin yəqin ki, hansısa bir deyişdə faydası olar, gözü açılar inşallah. Allah hidayət olsun. Allah bizim millətə hidayət versin. Həqiqətən biz öz kökümüzdən ayrılmışıq. Həmin biri ateistdir, biri deistdir, biri bilinmir nədir. Allah hidayət olsun.